Hörmətli seyircilər, mən bu günlərim sizlə qanunun necə rüşvət yaratdığını danışacağıq. Deməli, sosial təminat qanununda belə yazılıb ki, ana işlədiyi yerdən çıxır məzuniyyətə, analıq məzuniyyətinə və analıq məzuniyyətinə verilən vaxtda analıq işləməyə evdə analıq məzuniyyətində öz təminatını təmin edir. Deməli, uşaq doğulduqdan sonra deməli, anaya 1 yaşından 5 yaşına, anadan olduğu gündən 4 yaşına qədər, 3 yaşına qədər 44 manat, 3 yaşından da 5 yaşına qədər biraz az, hər bir ay anaya uşağa qulluq elədiyinə görə sosial təminat şöbəsindən pul ayrılır. İndi gəlin götürək. Bax, bu pul işləyən qadınlara ayrılır. Və işləməyən qadınlar, hansı ki iş tapılmır, iş yoxdur. Məsələn, var belə mağazinlərdə satıcılıq, nə bilim, qadın üçün elə bir süpürgəsilik və yaxud da öyle bir şey yoxdur elə bir şey. Məsələn, qadın üçün yüngül sənaye inkişaf, tikiş sənayesi inkişaf eləsə, yüngül sənaye inkişaf eləsə, bunlara iş tapılar. Amma indi bu saatı bunların heç biri olmadığına görə bunlara iş yoxdur. İndi gəlin, bu sosial təminat qanununda yazıldığı maddəni bunlara işləməyən qadınlara necə şamil eləmək olar? Bax, burada rüşvət əmələ gəlir. Necə? Məsələn, götürək, təmizlik və başqa bir idarəni, təmizlik idarəsi, dövlət nəzdində olan idarəni götürək. Gedir onun yanına, oturur müdürlə əlaqə yaradır, tapır, danışır. Müdüründəki öz qohum qardaşı da bölümdə işləyən, özünkilərdir. Çağırır birini, deyir ki, o rüşvətin dəyərini də danışırlar, nə qədər verəcəkdir. Sonra həmən bir ay, məsələn, bir aydan sonra şeyə çıxasıdırsa, analıq məzuniyyətində çıxasıdırsa, həmən bir ayında maaşını almamaq şərti ilə şərt bağlanır, bunu işə götürürlər. Bu qohumunu çağırır, deyir ki, sən ərzəz işdən çıx. Bir aylığına, bir aydan sonra yenə götürəcəm. Qohum da bir-birinə nəyə görə yaramalı öyle. Bu da ərzən yazır, işdən çıxır, bunu işə götürürlər. Bir aydan sonra bu çıxır analıq məzuniyyətinə, gedir. Uşaq anadan olandan sonra da kompüterlə aformt edirlər dokumentasiyasını və buna 3 yaşına qədər ayda 44 manat, 3 yaşından yuxarı biraz az maaş verilir, belə əmək haqqı verirlər də uşağa baxmaq üçün. Gördünüz, burada nətər oldu? Qanun şərait yaratdı rüşvət almaq üçün. Rüşvət almaq qanun özü yaratdı. Deməli, əgər dövlət sosial təminat şöbəsində bu qanun başqa cürə olsaydı, məsələn, həm işləyən, həm işləməyən analar nəzərə alınmadan, uşaq anadan olandan sonra kompüterdən keçəndə şəxsiyyət vəsiqəsilə ananı, atanı, bir də uşağın şəxsiyyət vəsiqəsilə uşağa həmən pulu baxdığına görə həmən pulu versələr, burada rüşvət yeri əmələ gələ bilməz. Amma bizim indi fikir verin. Milli Məclisdə oturubdur vedra ilə su ölçənlər. Uşaq pulunu versək, millət, kişilər tənbəl olacaq. O birisi deyir ki, uşaq pulunu elə ölkələrdə verirlər ki, orada uşaq anadan olmur. Görün, Azərbaycan nə günə qalıb ki, Milli Məclisdə qanun çıxardanlar, qanun işləyib hazırlayanlar hansı səviyyəli adamlardır. Bu səviyyəli adamların da çıxartdığı qanunla rüşvət almaq yolu belə düzəlir. Sağ olun.